narahatçılıq yox. Cümlənin məqsəd və intonasiyaya görə növləri. Yoldaşlar. Cümlənin məqsəd və intonasiyaya görə növləri deyəndə cümlənin 4 növ var. Afət xanım, hansılardır? Nəqli cümlə, sual Sual cümləsi, cümləsi, əmr nida cümləsi, cümləsi. bir də düz deyirsiz, nida cümləsi. İndi gəlirəm məsələyə. Desəz ki, ay Səyad müəllim, Aysun xanım, nəqli cümlə nə deməkdir, Əfsanə xanım? Yəni, nəqli cümlə necə seçirəm? Nəqli cümlə məlumat xarakterli cümlələrdir. Necə cümlələrdir? Məlumat Məlumat. xarakterli. Xarakterli. Yəni, məlumat vermək məqsədi ilə işlədilir həmin cümlələr. Məsəl üçün, deyirəm ki, sabah yağış yağacaq. Necə cümlədir? Nəqli cümlədir. Məlumat xarakterli. Bu gün ayın neçəsidir? Məsələn, 5-idir. Necə cümlədir? Nəqli. Nəqli cümlə. Müəllim, müəllim. Bu gün bizə cümlələrin məqsəd və intonasiyaya görə növlərini keçdi. Necə cümlədir? Nəqli. Məsəl üçün, deyirəm ki, sabah toya gedəcəyəm. Necə cümlədir? Nəqli cümlədir. Gələn dərs məsəl üçün təxirə düşdü. Bax, bu tip cümlələrin hər biri məlumat xarakterli cümlələr necə cümlələrdir? Nəqli. Nəqli. Nəqli cümlələrində hamısının sonunda hansı işarəni qoyuruq? Nöqtə. Baba, Nöqtə. hamısında eyni. Yəni sual ola bilməz ha, nöqtə işarəsi olmalı. Bu belə. Ən asan da budur. Keçirəm sual cümləsinə. Ən çox fikir vermişəm sualla salırlar sizdə dövlət qulluğunda. İndi təbii ki, biz hamısını bilməliyik, amma sual cümləsində diqqətli olun biraz. Sual cümləsi necədir, Səyad müəllim? Mən sual cümləsində hansı yollardan istifadə edeyim? Necə yollardan istifadə edeyim? Sual cümləsi 3 yolla yaranır. Biri var, sual əvəzlikləri yolu ilə. İkinci, sual İntonasiya ilə. nə olar? Ədatı. Bir də sual intonasiyası. Düzdürmü? İndi gəlirəm sual əvəzliklərinə. Ay Səyad müəllim, sual əvəzlikləri hansılardır desən, maşallah. 100-dən çoxdur, bəlkə də en qədərdir. Nə qədərdir? Kim, nə, hara, kimi, nəyi, haranı, necə, nə cür, hansı, nə vaxt, nə zaman. Sayım yenə. Ehtiyac var saymağa. Bunlar vasitəsilə yaranır. Məsəl üçün, belə bir dənə sual verəcək. Deyəcək, dərs nə vaxt başladı? Sual cümləsidirmi? Bunu belə verdi. Deyəcək, hansı yolla yaranır? Burada nə vaxt nədir? Sual əvəzli. Sual əvəzli. Deməli, cavabım nə oldu? Sual əvəzli. Bu Sual. qədər. Yaxud buralara haçan gələsən? Sual əvəzli. Kim dərs öyrənib? Sual əvəzli. Başa düşdünüz? Bunlar necədir? İntonasiya ilə yaranan, intonasiya deyirəm, üzr istəyirəm. Sual əvəzlikləri ilə yaranan sual cümlələri. Necə görünürəm? Necə var axı orada? Sual əvəzliyidir. Başa düşdünüz? Kim dərslər oxuyub? Sual əvəzliyidir. Sən harada qalacaqsan? Sual əvəzliyidir. Çətinlik var sual cümləsində bu hissəyə kimi? Yox. İkinci dediyim yol sual ədatlarıdır. Bir dənə deyin siz, mən də yazım da. Mən də bayaqdan danışıram axı. Hansılardır? Məcər. Məcər, Məcər. yəni, bəs, Bəs. ki, Bir də mı. 5 dənə sual ədatımız var da, düzdürmü? 5 dənə məgər, yəni, bəs ki, mı. Bunlar mənim sual ədatlarımdır. Çətinlik yoxdur. Bunlar vasitəsilə yaranır. Məgər Fuad bura gəlmişdi. Yəni sən dərslərini öyrənmisən. Elxan dərslərini öyrəndi ki, ədatlar vasitəsilə. Amma elə sual cümləsi ola bilər. Həm ədat olsun, həm də əvəzli olsun. Ola bilərmi? Ola bilər. Aysət müəllim, 3-də də nə dediniz? Sual İntonasiya. intonasiyası. Bu nə demək?
ki, müəllim, biz də bu barədə məlumat verin də bizə. Sual intonasiyası nə deməkdir? Bu necə cümlədir? Hamınıza sual verirəm ki, siz deyin, bu necə cümlədir? Babək dərsini öyrənir. Bu necə cümlədir? Belə. Nəqli cümlə. Nəqli. Heç nə eləmirəm ha. İntonasiya budur bax. Nə oldu? Sual. Sual cümləsi. Babək dərslərini öyrənib. Oldu mu sual cümləsi? Əvəzlik var burada, sual əvəzliyi. Xeyr. Xeyr. Sual ədatı var o. 5 dənədən biri var burada. Xeyr. Bəs mən buna nə deyim onda Mahmud? Sual intonasiyasından yaranmış sual cümləsi. Sual cümləsi. Görsən necə rahat. Çətinlik yoxdur. Keçirəm əmr cümləsinə. Kimdə birdən olar ha, kimdəsə çətinlik olur, yəni mütləq. Elə bir moment zamandır ki, heç bir aydan az vaxtımız qalır. Əmr cümləsinədir. Əmr cümləsi feilin xəbəri, üzr istəyirəm, cümlənin xəbəri feilin hansı şəklində olmalıdır mütləq? Əmr şəklində. Məsəl üçün, bu cümlə nə cümləsidir? Əmr cümləsi. Başa düşdünüz? Bura gəl. Kitabları gətir. Karandaşı götür. Qoy o gəlsin. Ancaq əmr şəkli. Ancaq əmr şəkli. Məsəl üçün, Vüqar bura gəlsin. Bu nə cümləsidir? Əmr cümləsidirmi? Əmr cümləsi. Və bu nə cümləsidir? Bu da əmr cümləsi. Bu da əmr. Yox, Niyə? əmr deyil, müəllim, nəqlidir. Vacib müəllim. Nəqli. Nəqlidir. Nə? Bəs dedim axı yoldaşlar sizə, əmr cümləsinin xəbəri ancaq hansı şəkildə olmalıdır? Vüqar bura gəlməlidir. Gəlməlidir hansı şəkildədir? Vacib. Mən nətər ona deyim əmr cümləsi? Niyə deyim mən ona əmr cümləsi? Nə səbəbə deyim? Ancaq əmr şəklində olur. İndi sizin hamınıza belə bir dənə sual verirəm. Keçən dəfə keçmişəm də səsə də qulaq asmısınız. Əfsanə xanım, hamınıza. Əmr cümləsinin xəbəri ismi xəbər ola bilər. Doğru fikirdir, yanlış. Yanlışdır. Yanlışdır. Əmr cümləsinin xəbəri ancaq İsmi xəbər olur. feili xəbər. Xəbər feil Niyə? xəbər. Feilin şəkilləri şəkli. hansıdır? Ha, kimsə dedi, Mahmud xəbər. dedi. Feilin şəkilləri feili xəbər olurdu. İsmi xəbər olur feilin şəkilləri. Ola bilər elə bir şey. Ola bilməz. Feili xəbər olan nə idi? Bir feilin şəkilləri idi, bir də frazoloji birləşmələri idi. Başa düşdünmü? Yəni burada yenə deyirəm ha, çətinlik yaradan bir məqam yoxdur sizə. Sualdan sual yarada bilərlər. O həssas məqamları hamı bilməlidir. Hardan verə bilər mənə sual? Tək belə cümlə vermirlər. Bu da praktiki verdi cümləni. Bunu da bilməyə nə var? Müəllim deyibdi ki, Səyət müəllim, bunun xəbəri ancaq əmr şəkli olur. Ancaq xüsusi vurğuluyor. Xüsusi vurğu ilə deyir ki, ancaq əmr şəkli olur. Bundan əvvəlki dərsdə də müəllim deyibdi ki, şəkilləri görəndə hansı xəbər götür? Feili xəbər götür. Mən bunu ismi xəbər götürsəm günah olar axı, həqiqətən də düzdür. Əziyyətimiz gedir hamımız. Ancaq əmr şəklində. Gördün deysən əmr cümləsidir. Sonda da hansı işarə qoyulur? Nəqli cümlədəki kimi. Nöqtə işarəsi qoyulur. Bu qədər sadə.
Gəlirim nida cümləsinə. Nida cümləsi lap maraqlıdır. Oxumayın. Yəni bu qaydanca belə yadda saxlasan, zəmanət verim heç yox, qaydan PDF-in üzünü açma. Sadəcə yadda saxla. Elə hamısı daxil. Nida cümləsinə tərdir. Nida cümləsi məsəl üçün. Bu nə cümləsidir belə? Əmin. Əmr. Əmr cümləsi. Məsələsi. Çəkinməyin, deyin. İndi nə cümləsi oldu? Nida. Nida. Bu nə cümləsidir? Nəqli. Nəql Nə? İndi nə oldu? Nida. Başa düşdün? Bu məşhur bir dənə cümlə var ya, bura vətəndir. Qoy yazaq. Bu nə cümləsidir? Nəqli cümlə. Belə nə oldu? Nida. Sual qoysa, sual cümləsinə. Başa düşdün? Aydındır mı hamıya? Yəni nida xüsusi bir şey yoxdur. Nidanın sadəcə loru dildə deyək. Nəyi var? Bu işarə. Məsələn, yəni çətin işlə demirəm ki, uzun uzadı oradakı cümlələri, qaydanı oxu demirəm ki. Bizə cümlə ilə hər şeyin izahını verir. Heç nə uzun uzadı oxumağa ehtiyac yox. Bu cümlənicə bir, qalanı 2 vur 2-dir sənin əlində. Əmr cümləsində çevirə bilərsən. Əsas odur, nida cümləsi nəyi bildirir nida öz aramızda? Hiss həyəcanı bildirir. Mən də hardan bilirəm ki, Aysun xanım, Əfsanə xanım, Mahmud, Nihat o mənə hiss həyəcanla deyir onu. Hardan bilə bilərəm ancaq? Əgər sonda nida varsa. Nida varsa, mən filosof deyiləm, mən aristokrat deyiləm, amma kiminsə gedib beynini əvvəlcədən deyim ki, görüm o falçıyam mən. Nətər bilə bilərəm? O yazışanda nələrdən istifadə edirsin? Nidadan çox istifadə eləmisiniz də smayliklərdən. Başa düşsən, bilim ki, bu məndən zarafat mı eləyir, ciddi mi deyil. Bu da onun kimi. Nidada həmin funksiyadır. Hiss həyəcanı bildirir. Əgər sən onu mənə ağır tonda deyilsənsə, yüksək tonla deyilsənsə, nə işarəsindən verəcəksən? Nida işarə. Ki, sən rahat qaydadır. Yəni, loru dildən başa salın, başa düşəcəyiniz dildirmi? Çətinlik yoxdur ki, eşkində. Yoxsa mən hardan? Yəni, yeni bir cümlə növü deyil nida. Əmri, sualı, nəqlinin daha yüksək tonla deyildiyi cümlələr, nida cümlələr. Birdən səni çaşdırar, belə bir cümlə verər ki, köməkçi nitq hissələri keçdiyi nida. Hansılar idi Mahmud? Hiss həyəcan bildirən nidalar, düzdür? Qorxu bildirən nidalar, sevinç bildirən, urra, bəh-bəh. Məsəl üçün, belə bir dənə sənə cümlə verir. Deyir, urra. Nida eləmi? Biz qalib gəldik. Hamısını deyirəm ki, çətinliyiniz heç nədə olmaz. Biz qalib gəldik. Bu nə cümləsidir? Nəqli. Nəqli. Hoş sağ ol. Yəni bu, bunu düz yazın. Bunun mənə elə adiyyatı yoxdur. Burada nida var, nə bilim urra var, bəh-bəh var, nidalar var. Mən bunu, ay müəllim, nida var axı, hiss həyəcan deyil, yox. Bunun nəqli cümlə olmağı bundan asılıdır, bax. Olmasa mən buna nəqli deyənmərəm. Mən deyə bilmərəm. Bəlkə mən urranı belə deyirəm. Gör, mən hiss həyəcanla deyirəm urran. Urra, biz qalib gəldik. Məndə hiss həyəcan var. Siz hardan bilirsiniz ki, mən onu hiss həyəcanla deyirəm? İşarə varsa. Başa Mən düşsən? üzr istəyirəm. İşarəni götürüb verə bilərlər yoxsa? Yox, qeyri-mümkün. Bu qəşəng sualdır. Deyə bilərlər ki, nida işarəsini qoy, yox. Vergülü deyə bilərlər sənə. Nöqtəni də deyə bilərlər sənə. Defsi də deyə bilərlər, tren də deyə bilərlər, amma nidanı deyə bilməzlər. Çünki mən bilmirəm ki, Nihat, Ülvi, Nahid o cümləni mənə necə deyir. Mən hardan bilə bilərəm? Yazısı o testi yazanda hardan bilir? Düzdür? Mən bir dənə cümlə yazıram. Məsəl üçün,
biz qalib gəldik. Təsəvvür elə, deyirəm ki, bu cümlə durğu işarələri buraxılıb. Nə cümləsidir? Ən səhv sualdır. İndi buna bax. Belə nə oldu? Nəqli cümlə. Belə nə oldu? Sual Sual. cümləsi. Bax, belə nə oldu? Nida. Deməli, 4 variantdan 3-ü düzdür. Bircə variantı 100% çıxa bilərəm. Hansı variantı? Əmir. Əmir. Çünki feilin xəbəri əmr şəklində deyil. Hansı şəkildədir? Xəbər. Xəbər şəklində. Hə, əmri çıxa bilərəm. Əmr 100%, amma qalan üçün çıxa bilmərəm axı. Başa düşdünüz nə demək istəyirəm yoldaşlar? Çətin deyil ki sizə. İndi keçirik cümlənin şəxsə görə növləri.